Bismillahirrahmanirrahim. Əziz izləyicilər, bugün Çaldıran döyüş haqqında danışacağıq. Bu döyüş 23 avqust 1514-cü ildə baş verir. Atasını, qardaşlarını öldürən Yavuz Sultan Səlim Osmanlı hakimiyyətini ələ alandan sonra Şah İsmail'in ata diye müraciət etdiyi Sultan Bəyazidlə aralarındakı anlaşmaya görə ki, o anlaşmaya əsasən Şah Sultana yazırdı ki, sən Avropanı islah elə, mən Şərqi və ona görə də Osmanlı qoşunları Avropanın dərinliyinə irəliləmişdi. Artıq Paris'in 200 kilometrliyinə yaxınlaşmışdılar. Və bu da Qərb dünyasını, Avropa dünyasını çox narahat eləyirdi. Ona görə də Yahudi dayılarının təkidi ilə Yavuz Sultan Səlim bütün bu atasını öldürəndən və hakimiyyətə keçəndən sonra bütün bu anlaşmaları pozur və qoşunu Avropadan bizim üzərimizə döndərir, Azərbaycan üzərinə döndərir və qəflətən 100 minlik ordu ilə Azərbaycanın sərhədlərinə soxulur, Azərbaycana təcavüz eləyir. Döyüşə tam hazır olmayan Şah İsmail Səfəvi 30 ya 40 minlik ordu ilə onun qarşısına çıxır. Avropadan Yahudi dayılarından dəstək almış Yavuz Sultan Səlim müasir silahlarla, toplarla təchiz olunan bir ordu ilə Səfəvi ordusuna qalib gəlir. Təbriz yağmalanır. Təbriz yerlə yeksan olunur. Hətta o şərəfsiz məlun Təbriz qadınlarını, Azərbaycan namusunu öz əskərlərinə 3 gün halal eləyir. Və bundan sonra Şah geri çəkilir və bu döyüşdə məğlubiyyətə uğrayır. Tariximizin qara səhvəsidir. Çox təəssüflər olsun ki, Azərbaycan Akademiyası bugün bütün mənəviyyatını sataraq Çaldıran döyüşündə sanki bizim tarixi qəhrəmanımız Şah İsmail deyil, o ata qatil olan Sultan Səlim imiş kimi yazır. Bugün Wikipediyanı biz oxuyanda görürük ki, bizim tarixçilərimizin təəssübü Osmanlı təəssübidir, nəinki Azərbaycan təəssübü. Bütün bunlar da səbəb olur ki, tarixi bilməməyimiz, tarixin saxtalaşdırılması, tarix alimlərimizin tariximizə etdiyi xəyanət nəticəsində bu günləri Çaldıran döyüşü haqqında Yahudi kölələri, Qərb muzdurları ağzına gələnləri danışmış olurlar. Bugün səbəb olur ki, Türkiyə kimi bir hökumətin başında duran Erdoğan kimi birisi Çaldıran döyüşünü, yəni bizim məğlub olmağımızı, bizim torpaqlarımızın işğal olunmasını böyük bir ərəb qələbəsi, böyük bir Kürd qələbəsi, böyük bir Türk qələbəsi hesab eləyir. Amma onu da bilmir ki, Türk adlandırdığı Osmanlı dövləti həmən vaxtı fars dilində məktublar yazırdı. Amma düşmən kimi qələməyə verməyə çalışdığı Səfəvi hökuməti isə bütün məktublarını Osmanlıya Türk dilində yazırdı. Görün, indi dünya nə günə qalıb ki, Laz durub Türk davası edərək Türkü ittiham edir. Amma əslində bu döyüşdə Türkdən, Kürddən, Ərəbdən, Farsdan söhbət getmirdi. Burada həqiqətdən söhbət gedirdi. Burada ədalətli bir dövlət quran Şah İsmail Səfəvidən söhbət gedirdi ki, bütün dünyaya həqiqi İslamı çatdırmağa qadir olan bir məktəbin təsisçisi idi və bunu söndürməyə çalışırdılar, öldürməyə çalışırdılar, məhv etməyə çalışırdılar. Təəssüf ki, buna nail oldular da. Əziz xalqım, bəsdirin, oyanmaq lazımdır ki, elmlənək və öz mənəviyyatımızı, öz mədəniyyətimizi, öz tariximizi başqalarının ayaqları altına atmayaq. Şah İsmail kimi dahilərimizi dünyada analogu olmayan bir dahidir, tayı bərabəri olmayan bir dahidir, analog olmayan bir dövlətdir onun qurduğu dövlət. Bunu biz
ata qatili, qardaş qatili, şərəfxor, zinakar bir Sultan Səlimin ayağına verməyək. Məhz Sultan Səlim və ondan sonraki Osmanlı imperatorlarının amansız hücumları, təcavüzləri, vəhşilikləri nəticəsində paytaxt Təbrizdən Qəzvinə, Qəzvindən isə İsfahana köçürülməyə məcbur oldu. Bu, tarixin qara ləkəsidir. Biz o cür ləyaqətli insanlarımızı belə ləyaqətsiz insanlarımıza türkdür deyə belə ləyaqətsiz insanların ayağına verməməliyik. Tariximizi yaşatmalı, evlatlarımıza çatdırmalıyıq. Əssalamu aleykum və rəhmətullah.